Salam əziz şagirdlər, mən Riyaziyyat müəllimi Şəhla Əhmədova. Bugün üçbucaqların davamını izah edəcəm. Part 2 növbəti hissəsi də olacaq, yəni part 3 formasında da olacaq. Part 2-də ekranda gördüyünüz başlıqlardan danışacağım. Mövzu izahına keçməzdən əvvəl onlayn dərslər barədə məlumat almaq istəyirsinizsə, ekranda gördüyünüz nömrə ilə WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. Həmçinin kanalımı bəyənib ətrafınızla paylaşmağı unutmayın. Başlayaq izaha. Deməli, üçbucaqların orta xəttdən etibarən danışacağım bugün. Orta xətt. Üçbucağın orta xətti onun hər hansı iki tərəfinin ortasını birləşdirib üçüncü tərəfə paralel olan xəttidir. Bir dənə üçbucaq şəkli çəksəm, olsun ki ABC üçbucağı. Orta xətt dedikdə, deməli, iki tərəfin ortasını götürürsünüz. Məsələn, AB'nin ortası, bu da olsun BC'nin ortası. Və həmin xətt birləşdirəndə, deməli, üçüncü tərəfə, yəni AC-yə artıq paraleldir. Bu olsun M-in orta xətti AC-yə paraleldir. Onu da bu şəkildə göstərirəm. M-in orta xətti paraleldir AC-yə. Bu oldu orta xətt. Orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. Nə deməkdir bu? Məsələn, mən M-nə bir A desəm, onda AC tərəfi olacaq 2A. Çünki şərt dedik ki, orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. Yəni, M-in bərabərdir AC bölünsün 2. Daha sonra, üçbucağın 3 orta xəttini çəkdikdə, 3 dənə orta xəttini çəkdikdə, alınan üçbucağın bucaqları verilən üçbucağın bucaqlarına bərabər olur. Nə deməkdir bu? Bir dənə yenə üçbucaq çəkirəm. Həmin üçbucağın 3 dənə orta xəttini çəkirəm. Deməli, bu ikisinin ortasından çəkdiyim bu olsun bir orta xətt. Bu olsun digər orta xətt. Bu da olsun üçüncü orta xətt. Mənim bu üçbucağımın bucağı alfa. Bura beta. Bura bir qammmadırsa, yəni söhbət böyük üçbucaqdan gedir. Orada alınan balaca üçbucaq. Bu bucaqlar qarşı-qarşıya bir-birinə bərabər olacaq. Burada alfa olacaq. Betadırsa onun qarşısında beta olacaq. Və bura qammadırsa bunun qarşısındakı da qamma olacaq. Qaydada nə dedik? Üçbucağın 3 orta xəttini çəkdikdə alınan üçbucağın bucaqları verilən üçbucağın bucaqlarına deməli bərabər olur. Yəni, baxın, alfadır. Bura adlandırsam ABC olsun. Burada MNK olsun. Yəni, bucaq A bərabərdir bucaq N-ə. Daha sonra bucaq B bərabərdir bucaq K-ya. Sonra bucaq, deməli, hansı qaldı? C bərabərdir bucaq, deməli, M-ə bərabər olacaq. Daha sonra, paralellik əlamətini tətbiq etdikdə isə, orada olan 4 dənə üçbucaq, baxın, burada 4 dənə üçbucaq var. Deməli, bu bir üçbucaq, daha sonra bu ikinci üçbucaq, daha sonra bu üçüncü üçbucaq və bir də ortadakı bu üçbucaq. Bu 4 dənə üçbucaq bir-birinə bərabər olacaq paralellik əlamətini tətbiq etdikdə. Yəni, oradakı bucaqlar və tərəflər hamısı bir-birinə bərabər olacaq. Orada 4 dənə üçbucaq alınır. Və bərabər üçbucaqlar olduğuna görə uşaqlar, bunların sahələri də bərabər olacaq. S. Bütöv sahələri də bərabər olacaq. Yəni, deməli, nə deyək buna? S, A, M, K, məsəl üçün, bərabərdir S, M, B, N, o da bərabərdir S, M, N, K, bir də S, K, N, C. Yəni, hər 4 dənə üçbucağın, balaca kiçik üçbucaqlardan söhbət gedir. Sahələri bir-birinə bərabərdir. Eyni zamanda perimetrləri də 4-ünün də bir-birinə bərabər olacaq uşaqlar. Daha sonra, yenə orta xəttə aid demək istədiyim bir qayda da var. Üçbucaq çəkdikdə, buradan orta xəttini çəkirəm. M-in orta xətti olsun. Bunu silək. Deməli,
Bunu göz silmək istəyirəm bu nöqtəni. Hə. Olsun ki 3 bucaq A, B, C. Bu da olsun ki M, N orta xəttim. Burada nə demək istədiyim sizə? Orta xəttin ayırdığı kiçik üçbucağın perimetri, yəni söhbət bir dənə orta xəttdən gedir. Bayaqçı şəkildə mən 3 dənəsində çəkmişdim də gördüyünüz kimi burada bir dənə orta xəttdən söhbət gedir. Burada deməli alınan bu kiçik üçbucaq var, baxın bura. Yəni üçbucaq buradan da göstərim. M, B, N üçbucağı. Deməli S ilə işarə eləsəm bunu S ilə işarə etsəm, aşağıdakı AMNC trapesiyadır. Uşaqlar, hələ siz düzdür trapesiyanı keçməmisiniz. Yəni, bu trapesiyadır. Buranı da 3S göstərəcəm. Və demək istədiyim nədir? Buradakı bu balaca üçbucaq, ümumi bütöv üçbucaq var. Üçbucaq A, B, C, yəni bütöv üçbucaq. Şəkildə də göstərim. Bu bütöv üçbucağın sahəsinin 1/4 bərabərdir. Yəni 3 bucaq, deməli S 3 bucaq M, B, N bərabərdir uşaqlar. 1/4 S A, B, C-yə. A, B, C-yə. Deməli o balaca sahə, balaca üçbucağın sahəsi böyüyün 1/4 bərabərdir. Perimetri isə P, M, B, N, yəni balaca üçbucağın perimetri böyük üçbucağın perimetrinin 2/1 bərabərdir uşaqlar. P, A, B, C-yə bərabər olacaq. Belə, bu üçbucağın orta xətti barədə bilməli olduqlarınız. Davam edirəm, başlıq olur Fales teoremi. Fales teoremi nədir? Çox asandır, diqqətlə qulaq asırsınız. Qaydası budur ki, paralel düz xəttlər bucağın bir tərəfini bərabər hissələrə bölürsə, uşaqlar, digər tərəfini də bərabər hissələrə bölür. Nə deməkdir o? Bir dənə bucaq çəkirəm. Buradan bir dənə paralel belə düz xəttlər keçirdirəm. Paralel düz xətt bu olsun, A düz xətti, bu olsun, B düz xətti və mütləq şərt verirəm ki, A paraleldir B-yə. Uşaqlar, burada alınan, baxın, bu hissə bu hissəyə bərabər olur. Sonra bu qara ilə də göstərdiyim bura bərabər olur. Qaydanı təkrar edirəm. Qayda mənə nə demişdi? Paralel düz xəttlər bucağın bir tərəfini bərabər hissələrə bölürsə, baxın, burada bərabər hissələrə ayırırsa, mütləq burada da bərabər hissələrə bölür. Buna deyilir Fales teoremi. Sonra bir də mütənasib parçalar haqqında da teorem var. Onu da deyirəm, elə Falesə oxşuyur. Deməli, yenə bucaq çəkirəm. Yenə 2 dənə belə paralel düz xəttlər keçirdirəm. Buna A deyirəm, buna B deyirəm. Mütləq şərt verirəm ki, A paraleldir B-yə. Qayda mənə deyir ki, mütənasib parçalar haqqında teorem mənə deyir ki, paralel düz xəttlər bucağın bir tərəfini hansı nisbətdə bölürsə, digər tərəfini də həmin nisbətdə bölür. Bura X-dırsa, bura Y-dirsə, bura M-dirsə, bura K-dırsa uşaqlar, deməli, mütənasib parçalar haqqında teorem nədir? X-in Y-ə nisbəti, X-in belə deyək də M-ə nisbəti, yox, elə həmin tərəflər. X-in Y-ə nisbəti, M-in də K-yə nisbətinə uşaqlar bərabər olacaq. Bu da mütənasib parçalar haqqında teoremdir. Gəlirəm üçbucağın oxşarlıq əlamətinə. Üçbucağın oxşarlıq əlaməti ilə bərabərlik əlaməti uşaqlar eyni deyil. Yəni ikisini də indi ayrı-ayrı deyəcəm. Eyni deyil. Bu üçbucağın oxşarlıq əlaməti olsun. 3 dənə əlamət var. Oxşarlıq əlaməti. Mən isbatlarını verməyəcəm, sadəcə əlamətləri sizə deyəcəm. İsbatlar üçün də ehtiyac olsa, ayrıca video izah çəkə bilərəm. Birinci əlamət. Üçbucağın oxşarlığının birinci əlaməti. Birinci əlamət mənə deyir, əgər bir üçbucağın 2 bucağı o biri üçbucağın 2 bucağına bərabərdirsə, bu üçbucaqlar oxşardır. Bir dənə üçbucaq çəkirəm. Olsun ki, A, B, C. Bir dənə də belə böyük üçbucaq çəkirəm. Bu da olsun A1 olsun, B1 olsun, bu da C1 olsun. Qaydam mənə nə deyir? Bir üçbucağın 2 bucağı. Baxın, bura bir alfadır, bura bir betadır. Digərində də bura bir alfadır, bura bir betadır. Bir üçbucağın 2 bucağı
o biri üç bucağın iki bucağına bərabərdirsə, bu üç bucaqlar oxşardır. Məsəl üçün nə deməkdir? Bu burada 60 dərəcə olmalıdır, onda bu da 60 dərəcə. Bura 70-dirsə, bu da 70-dirsə, onda deyəcəksən bu üç bucaqlar oxşardır. Belə olsun ki, üç bucaq ABC, biraz aşağıdan yazaq. Üç bucaq ABC oxşar olacaq üç bucaq A1, B1, C1-ə. Hansı halda bucaq A bərabər olsun bucaq A1-ə, bucaq C də bərabər olsun bucaq C1-ə. Yəni iki bucaq bir-birinə bərabərdirsə, olur ki, bu üç bucaqlar oxşar. Oxşarlığın ikinci əlamətindən danışaq. Bayaq birinci əlamətidir. İkinci əlamət nə deyir? Deyir ki, əgər bir üçbucağın uşaqlar iki tərəfi uyğun olaraq o biri üçbucağın iki tərəfi ilə mütənasib olub, bu tərəflərin əmələ gətirdiyi bucaqlar bərabərdirsə, bu üçbucaqlar oxşardır. Yenə bir dənə üçbucaq çəkirəm. A, B, C. Bir dənə də başqa bir üçbucaq çəkirəm. A, 1, B, 1, C, 1. Nə deyir mənə? Deyir ki, AB-nin, AB tərəfinin A1, B1-ə nisbəti bərabər olacaq AC tərəfinin A1, C1-ə nisbəti. Yəni, bunun buna nisbəti, bunun da buna nisbəti bərabər olacaq. Həmçinin bucaq A1-ə, bunu da mütləq göstərməliyik. Bucaq A bərabərdir, bucaq A1 olarsa, onda uşaqlar ABC, üçbucaq ABC oxşar olacaq üçbucaq A1, B1, C1-ə. Bu oxşarlığın ikinci əlaməti. Və gəlirəm sonuncu əlamətinə. Üçüncü əlamət. Üçüncü əlamətdə deyir ki, əgər bir üçbucağın üç tərəfi digər üçbucağın üç tərəfi ilə mütənasibdirsə, bu üçbucaqlar oxşardır. Yenə bir dənə ABC üçbucağı, bir dənə də böyük üçbucaq çəkirəm. A, B, C üçbucağı. Qaydam mənə demişdi ki, AB-nin A1, B1, C1 yazaq da buna. AB-nin A1, B1-ə, AC-nin A1, C1-ə, həmçinin BC-nin B1, C1-ə nisbəti bərabərdirsə uşaqlar, üçbucaq ABC oxşar olacaq üçbucaq A1, B1, C1-ə. Bu üçbucağın oxşarlıq əlamətləri idi. 3 dənə əlaməti var idi. Bir də var üçbucağın, başlıq yazıram, bərabərlik əlamətləri. Üçbucağın bərabərlik əlamətləri. Bərabərlik əlamətləri nədir? Konqruentdə, yəni eyni üçbucaqlar olması üçün şərtlər lazımdır. Bu, ümumiyyətlə, üçbucağın bərabərlik əlamətləri o deməkdir ki, hər üç təpə bucaqları, yəni üçbucağın üç dənə təpə bucağı, eyni zamanda hər üç tərəfi bərabər olan iki dənə üçbucaq varsa, buna biz deyirik ki, bərabər üçbucaq. Və buna görə də yenə əlamətlərimiz var. Birinci əlamət. Birinci əlamət, əgər bir üçbucağın iki tərəfi və onlar arasındakı bucaq, o bir üçbucağın iki tərəfi və onlar arasındakı bucağa bərabərdirsə, onda bu üçbucaqlar bərabərdir. Nə deməkdir bu? Bir dənə üçbucaq çəkirəm. Eyni ölçüdə bir dənə də üçbucaq çəkirəm. Bura olsun A, bura olsun B, bura olsun C, bura olsun A1, bura olsun B1, bura olsun C1. Qaydam mənə deyir ki, bir üçbucağın iki tərəfi, yəni AB, A1, B1-ə bərabərdir yazıram buradan. AB tərəfi A1, B1 olsun. Oxşarlıqla qarışdırmayın. Əgər qarışdırırsa, yenidən qayıdıb oxşarlığa baxa bilərsiniz. Həmçinin AC də bərabər olsun A1, C1-ə. Baxın, bir üçbucağın iki tərəfi digər üçbucağın iki tərəfinə bərabərdirsə və onlar arasındakı bucaq da, yəni bucaq A da bucaq A1-ə bərabərdirsə, yəni bura alfadırsa, burada alfadırsa, onda deyəcəyik ki, üçbucaq ABC bərabərdir üçbucaq A1, B1, C1. Bayaq oxşarlıq qoymuşdum işarə. Burada konkret edirəm, bərabər, yəni. Bu üçbucaq bu şərti ödəyirsə, bu əlamət, bu teorem ödənirsə, deməli bu üçbucaqlar bərabərdir. Belə, ikinci əlamət uşaqlar nədir? Deməli, bərabərliyin ikinci əlamətində bizə, əgər bir üçbucağın bir tərəfi və ona söykənən bucaqlar, o biri üçbucağın bir tərəfi və ona söykənən bucaqlara bərabərdirsə, onda bu üçbucaqlar bərabərdir. Nə deməkdir? Yenə
2 dənə üçbucaq çəkirəm və çalışdığım qədər eyni ölçülü istəyirəm alınsın. Aha, bu olsun A, C, məsəl üçün B. Bu da olsun A1, C1, B1. Qaydam mənə demişdi ki, AB tərəfi, məsəl üçün götürəm AB tərəfi bərabər olub A1, B1 tərəfinə. AB tərəfi bərabər olsun A1, B1 tərəfinə. Mən bunu indi belə də göstərim. Yəni bu tərəf bu tərəfə bərabər olsun və onlara söykənən bucaqlar, bax, o tərəfə söykənən bucağın biri budur, alfa bucağı. Biri də budur, beta bucağı. Uyğun olaraq bu da alfadır, bu da beta olmalıdır. Yəni bu şərt ödənirsə qısaca bucaq A bərabərdir bucaq A1, bucaq B bərabərdir bucaq B1 şərti ödənirsə və bir də hökmən bu tərəf bərabərliyib. Deməli, bir dənə tərəf bərabər olsun. BTB əlamətidir də bu, BTB. Yəni, 2 dənə bucaq, bir dənə tərəf. Bu şərt ödənirsə, bu üç bucaqlar olur bərabər üç bucaqlar. Davam edirəm. Üçüncü əlamətlə. Üç bucaq bərabərliyinin üçüncü əlamət. Üçüncü əlamətdə, əgər bir üç bucağın hər üç tərəfi o bir üç bucağın üç tərəfinə bərabərdirsə, onda bu üç bucaqlar bərabərdir. Ən rahat TT əlamətləri, TT, yəni tərəf əlaməti. 2 dənə çalışdığım qədər eyni ölçülü üç bucaq olsun, heç eyni ölçülü olmasa da ABC, amma siz xəyalınızda tutun ki, müəllimə bunu bərabər çəkdi. Qayda deyir, AB, A1, B1-ə bərabər olsun. AC, A1, C1-ə bərabər olsun. BC isə uşaqlar B1, C1-ə bərabər olsun. Üç tərəf, bu üç bucağın üç tərəfi uyğun olaraq bu üç bucağın üç tərəfinə bərabərdirsə, bu üç bucaqlar bərabər üç bucaqlar olur. Yəni bu şərt ödənərsə ABC bərabər olacaq üç bucaq A1, B1, C1-ə. Belə. Bu da üç bucağın bərabərliyi haqqında. Gəlirəm perpendikulyar, mail və proyeksiyadan danışmağa. Deməli, birinci perpendikulyar. Bir dənə A düz xətti çəkirəm. A düz xətti. Bir dənə də ona aid olmayan bir nöqtə qoyuram. A nöqtəsi olsun. A düz xətti üzərində olmayan uşaqlar. A nöqtəsində həmin düz xəttə çəkilən AH məsafəsinə biz deyirik ki, perpendikulyar və ya məsafə. Neynədim? Bir dənə A düz xətti çəkdim. Bir dənə A düz xəttinə aid olmayan bir böyük A nöqtəsi qoydum. Yəni nöqtə birisi əlifbanın böyük hərflərinə yazılır. Oradan, o nöqtədən həmin düz xəttə bir dənə perpendikulyar çəkirəm, yəni məsafə çəkirəm. Həmin düz xəttə biz deyirik ki, perpendikulyar. AH perpendikulyar. Yaxşı. Sonra həmin A nöqtəsi ilə düz xəttin hər hansı B nöqtəsini birləşdirən uşaqlar parçaya biz deyirik mail. Bu A nöqtəsi ilə düz xəttin üzərində bir B nöqtəsi götürəm. Bunu birləşdirən parçaya, yəni AB parçasına mən deyəcəm mail. Deməli, AH olmuşdu perpendikulyar, AB oldu mail. İndi B nöqtəsi ilə H nöqtəsi arasındakı məsafə söhbət, baxın, bu məsafədən gedir. B nöqtəsi ilə H nöqtəsi arasındakı məsafə, baxın buradan. Məsafə, yəni BH, AB mailinin, yəni AB mailinin, mail də buydu uşaqlar, AB mailinin A düz xətti üzərindəki proyeksiyasıdır. Yəni, proyeksiya mailin kölgəsi deməkdir. Baxın, o AB bənövşəyi olan o mailin kölgəsi haradır? Bu bura. BH bizim üçün deməli oldu. Buradan da göstərək. BH uşaqlar bizim üçün proyeksiyadır. Proyeksiya. Belə. Daha sonra proyeksiyalar uşaqlar bərabər olan iki mail bərabər olur. Nə deməkdir bu? Bir dənə düz xətt çəkirəm. Düz xəttim yaxşı çıxmadı. Bir də çəkək. Oldu. Sonra bir dənə məsafəsini çəkirəm. Biz nə demişdik? Bura bir A nöqtəsi deyək. Rəngi də dəyişək. Hətta bura bir A nöqtəsi deyək. Bura bir H olsun məsafə. Baxın. Bu maili çəkdim.
BH. Bir dənə də bu tərəfdən mail çəkirəm. Əgər, bu da olsun C, əgər BH bərabər olarsa HC-yə. Proyeksiyaları dedik ki, bərabər olan iki maillər bərabərdir. Yəni BH ilə HC proyeksiyadır. Hər iki AB-nin deməli proyeksiyası BH-dır, AC-nin də proyeksiyası HC-dir. Əgər o proyeksiyalar bərabərdirsə, onda AB bərabər olacaq AC-yə. Bu da belə. Bir nöqtədən çəkilmiş maillər bərabərdirsə, proyeksiyalar da bərabər olacaq. Bir nöqtədən çəkilmiş bu maillər bərabərdirsə, təbii ki, onda proyeksiyalar da bərabər olacaq. Bir də yenə düz xətti çəkirəm, olsun A düz xətti. Üzərində perpendikulyarını da endirirəm. A, H olsun. Bir dənə mail belə çəkirəm. B. Bir dənə də mail daha kiçik çəkirəm. Belə. C. Bir nöqtədən uşaqlar çəkilmiş iki maillə proyeksiyası böyük olan, deməli mail böyük olacaq. Baxın, mən görürəm ki, BH proyeksiyası böyükdür da HC proyeksiyasından. Yəni bunun ölçüsü daha uzundur, bu daha kiçikdir. BH HC-dən böyükdür. O zaman maillər də belə yazaq da AB maili böyük olacaq AC mailindən. Belə. Gəlirəm bərabər yanlı üçbucaqdan danışmağa. Çox diqqətli olursunuz. Bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaq. İki tərəfi bərabər olan üçbucağa biz deyirik ki, bərabər yanlı üçbucaq. Bir dənə üçbucaq çəkdim. Yaxşı çəkmədim, o bir də çəkim. Bura olsun A, bura olsun A, burada olsun B. Üçbucağı da adlandırıq ABC üçbucağı. Uşaqlar, baxın, bərabər iki dənə yan var. Yəni AB BC-yə bərabərdir. Biz ona deyirik bərabər yanlı üçbucaq. İndi bəzən uşaqlar elə bilir ki, bərabər yanlı üçbucaq ancaq bu şəkil formasında göstərilə bilər. Xeyr. Məsələn, belə də çəkə bilərəm. A, BC üçbucağı, buranı bərabər qoyaram. Məsələn, bura olar B. Və ya bir dənə də üçbucaq hətta çəkərəm. A, BC üçbucağı bu səfər bunlara bərabər deyib bunu fərqli götürə bilərəm. Yəni, hər formada göstərilə bilər. Önəmli oldu ki, üçbucağın iki tərəfi bir-birinə bərabər olsun. Olur, bərabər yanlı üçbucaq. Uşaqlar, bərabər yanlı üçbucağın bərabər olan tərəflərinə yan tərəf deyilir. Bərabər yanlı üçbucağın bərabər olan tərəfləri yan tərəfdir. Yenidən bir dənə üçbucaq çəkeyim, daha onun üzərində də işləyeyim. Bura olsun A, bura olsun A. Ümumi üçbucağı da ABC adlandırıram. Burada olsun B. Bu A, bu deməli AB BC-yə bərabərdir. Yəni A-lar oldu yan tərəf. Digər üçüncü tərəf, baxın, burayı isə biz deyirik oturacaq. Üçbucağın oturacağı. Uşaqlar, bərabər yan tərəflərdə. Burada bu oturacağa söykənən bu bucaqlar var. Bu bucaqlar. Bunlar da bir-birinə bərabər olur. Və onlar üçbucağın yan bucaqları. Bu isə, yəni o yan bucaqları bir-birinə bərabər olur. Buna biz nə deyəcəyik? Təpə bucağı. Deməli, oturacağın qarşısındakı bucaq olacaq bizim üçün təpə bucağı, B təpə bucağıdır. Yəni, digər iki bucaqlar bərabər olur. Bucaq A, bucaq C-yə bərabərdir. Bucaq B isə deməli təpə bucaq olur. Bir də bərabər tərəfli üçbucağın perimetri uşaqlar tərəflərin cəmidir. Bərabər yanlı üçbucağın. Yəni, istir bərabər tərəfli olsun, indi biraz da ondan da danışacağım. Tərəflərin cəmidir A plus B, o da eləcək 2A üstə B. Bu da bərabər yanlı üçbucağın perimetr düsturu. Sonra bərabər yanlı üçbucaqda bəlkə də ən vacib qaydalarından biri budur. ABC yan tərəfləri olsun AA. Yadınızda saxlayın. Çox diqqətli olursunuz. Burada qarışdırmayın. Təpədən çəkilən. Təpədən, yəni buradan. Təpədən çəkilən hündürlük, median və tənbölən üçü də bir-birinə bərabərdir. Təpədən çəkilən hündürlük, median və tənbölən üçü də bir-birinə bərabərdir. H bərabərdir M, H hündürlükdür, M mediandır, L də tənbölən üçü də bir-birinə bərabər olur. Bu yalnız
təpədən oturacağa çəkiləndir. Da götürüb bu anda o məsəl üçün BH-a bərabər deməyində bu A tərəfdən çəkilən hündürlük elə bir qayda, yəni onlar bir-birinə bərabər deyil. Bircə dənə BH yəni B təpəsindən çəkilən oturacağa fərqli tərəfə çəkilən HML üçü də bir-birinə bərabər olur. Digər tərəflərdən çəkilən median, bir dənə də o da göstərək. Digər tərəflərdən çəkilən olsun ABC üçbucağı. Digər tərəflərdən çəkilən, deməli, yan tərəf olsun bu AA, burada B. Hündürlüyə bərabər olur. Daha hamısı bir-birinə yox, sadəcə hündürlüyə bərabər olur. Olsun, məsəl üçün, bura K olsun, bura olsun H. AH uşaqlar bərabərdir CK-ya. Yəni hündürlük. Hündürlükləri bir-birinə bərabərdir. Daha sonra tən bölənlər bir-birinə bərabər olur. Başqa rəhlə bunu göstərim də mən. AD olsun bu. Bir dənə də CE də məsəl üçün olsun bu. CE. AD bərabər olacaq CE-yə. O da tən bölənlər. Yəni tən bölənlər də bir-birinə bərabər olacaq. Həmçinin uşaqlar medianlar da bir-birinə bərabər olacaq. Bir dənə də median çəkək. O nə rəhlə bənövşə ilə olsun da. Median da qaydası nə idi medianın? Qarşı tərəfi yarı bölür. Medianlar da olsun. Məsələn, AM medianı. Bir dənə də bu tərəfdən belə çəksək. Bu da C medianı. Deməli, AM bərabərdir CM-ə. Bu da median. Daha hamısı bir-birinə yox. Yan tərəflərin hündürlükləri bir-birinə bərabər olur. Tən bölənləri öz aralarında bir-birinə bərabər olur. Medianları da öz aralarında yenə bir-birinə bərabər olur. Sonra bərabər yanlı üçbucaq üçün bir neçə qaydanı da demək istəyirəm, vacibdir. Bir dənə üçbucaq çəkirəm. A, B, C üçbucağı, yan tərəfləri olsun AA. Bir dənə ixtiyarı bir xətt çəkirəm. Həmin xətt nə tən böləndir, nə mediandır, nə hündürlük. Yəni ixtiyarı bir, məsəl üçün BL xətti çəkirəm. X deyək də həmin xəttdə də. Həmin xətt bu xüsusilə bərabər yanlı üçbucaq üçündür. Bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş. Ya baxın, yenə deyirəm, yan tərəfləri yox. Oturacağa çəkilmiş. Hər hansı X parçası tən bölən düsturu ilə tapılır. X bərabərdir. A-nı aya vursan olacaq A-nın kvadratı. Bura bir M desəm, burada N desəm, M vurulsun N. Baxın, bu formada həmin o ixtiyarı deməli. X parçası bu formada tapılır. Sonra başqa nə deyə bilərəm? Bərabər yanlı üçbucaqda, bərabər tərəfli üçbucaqda yenə üçbucaq çəkirəm. A, B, C, yan tərəflərdə göstərir. AA, burada B olsun. Qayda nədir? Bərabər yanlı üçbucaqda oturacaq üzərində götürülmüş nöqtədən. Baxın, oturacağın üstündə bir dənə nöqtə götürürəm. Oturacaq üzərində götürülmüş nöqtədən tərəflərə paralellər çəkərəmsə, məsələn, AB tərəfinə, yan tərəfinə bu paraleli çəkərəm belə. BC yan tərəfinə də bu paraleli çəkərəm. Baxın bu. Deməli, nə oldu? Göstərim. AB-yə bunu çəkdim. Bənövşə ilə onu göstərməyim, qara ilə göstərim ki, qarışdırmayaq. Bu bunundur. Sonra bu da uşaqlar, baxın, bu yan tərəfindir. Paralellər çəkdim. AC üzərində götürülmüş nöqtədən tərəflərə paralellər çəkərəmsə, buna bir X desəm, buna da bir Y desəm, yəni mütləq şərt verməlisən də A paraleldir X-a, bir də A paraleldir Y-ə. Olarsa, həmin o X-la Y-in cəmi bərabər olacaq tərəflərdən birinin uzunluğuna. Bu deməli biri. Bir də ki, bərabər yanlı yenə üçbucaqda. Bu Viviani teoremləri gedir uşaqlar. Bərabər yanlı üçbucaq üçün Viviani teoremi adı belədir. Viviani teoremi. Yəni bu birinci haldır, bu da ikinci halı. Teorem bərabər tərəfli üçbucaq üçün də var. Başqa formada da onu da deyəcəm.
Bərabər yanlı yenə üçbucaqda. Yenə oturacaq üzərində götürülmüş bir nöqtədən bir dənə üçbucaq adlandırım. ABC, bura olsun A, bura olsun A, burada olsun B. Oturacaq üzərində götürülmüş yenə bir nöqtə. Oturacaq üzərində götürülmüş nöqtədən tərəflərə perpendikulyarlar çəkilərsə, bayaq paralellər idi, indi perpendikulyardır. Bu nöqtədən BC tərəfinə bir perpendikulyar çəkdim. Sonra yenə həmin nöqtədən bir K nöqtəsi olsun da bu da. Bu K nöqtəsindən indi AC-yə bir dənə, AB-yə bir dənə perpendikulyar çəkdim. Baxın, bu da olsun bunun perpendikulyarı. Bax, 2 dənə perpendikulyar çəkdim gördüyünüz kimi. Bu perpendikulyara bir H1 desəm, digərinə də bir H2 desəm. Yadınızda saxlayın. H1 ilə H2-nin cəmi. H1 ilə H2-nin cəmi yan tərəfə çəkilən hündürlüyə bərabər olacaq. Baxın, yan tərəfə çəkilən. Ona da məsəl üçün AH deyə bilərəm də mən. H1 ilə o balaca 2 dənə deyək də perpendikulyarların cəmi üç bucağın yan tərəfinə çəkilmiş hündürlüyə bərabər olacaq. Bu, bərabər yanlı üç bucaq üçün Viviani teoremləri idi. Birinci paralelliyə görə oldu, ikinci perpendikulyarlığa görə. Bir də bərabər yanlı üç bucaqda təpə bucağı 120 dərəcədirsə, baxın, bura 120 dərəcədirsə, ABC, yan tərəflər AA. Əgər təpə bucağı 120 dərəcədirsə, onda oturacaq A kökatda 3. Bu xüsusi haldır. Yəni, bucaq konkret olaraq 120 dərəcə verilirsə, onda oturacaq A kökatda 3-ə bərabərdir. Nə deməkdir bu? Məsələn, A5, bu A da 5 olarsa, onda oturacaq 5 kökdə 3 olacaq. Belə, bu da bərabər yanlı üçbucaq. İndi gəlirəm bərabər tərəfli üçbucaq və bununla da mövzu part 2 hissəsi yekunlaşacaq. Bərabər tərəfli üçbucaq. Nədir bərabər tərəfli üçbucaq? Üç tərəfi də bərabər olan üçbucaqlara bərabər tərəfli üçbucaqlar deyilir. Bərabər tərəfli üçbucağa uşaqlar bəzən düzgün üçbucaq da deyilir. Düzgün nədir? Yəni həm bucaqları bərabər olur, həm tərəfləri bərabər olur. Olur düzgün üçbucaq. Üçbucağın 3 dənə daxili bucağının 3-ü də 60 dərəcə olur. Bərabər tərəfli də ABC. Burada 60, burada 60, burada 60. Və xarici bucaqları da uzantı formasında götürsəm, hamısı 120 dərəcə olacaq uşaqlar. Burada 120, burada 120 dərəcə olacaq. Və yan tərəflər A. Üçü də bir-birinə bərabər olacaq. Aydın məsələdir ki, üçü də bərabər olduğu üçün perimetri 3A, yəni 3 tərəfinin cəmi olacaq. Bərabər tərəfli üçbucaqda bütün təpələrdən çəkilən medianlar, hündürlüklər və tənbölənlər hamısı bu səfər bir-birinə bərabər olacaq. Yəni, buradan məsəl üçün hündürlük çəkirəm, buradan bir median çəkərəm, buradan bir tənbölən çəkərəm. Hamısı bir-birinə bərabərdir. O zaten tərəflər bərabər olduğuna görə hamısı bir-birinə bərabər olacaq. M, N, L bərabərdir. Və o da A kök 3 bölünsün 2 şəklində tapılacaq. Nə deməkdir? Niyə belə olur? Bir dənə göstərim onu. Bir dənə bərabər tərəfli üçbucaq çəkdim ABC. Buradan bilirik ki, bucaq nədir? 60 dərəcə. Bu da 60 dərəcədir. Mən buradan bir dənə hündürlük çəksəm, dedim axı hündürlük, median, tənbölən bu H-dır. Hündürlük, median, tənbölən hamısı bir-birinə bərabərdir. Onda bu eyni zamanda həm də tənböləndir da. Yəni həm hündürlükdür, həm də tənböləndir. Bura 30 dərəcədir. Onda burada 30 dərəcə olacaqdır. Çünki onsuz da üç bucaq bərabər tərəfli olduğuna görə bütün bucaqlar 60 idi. Tənbölən çəkdim, oldu 30-30. Daha sonra bərabər tərəfli üç bucağın tərəfi A-A'dırsa, median bucağı yarı bölmür. Onda bura olacaq A bölü 2, burada olacaq A bölü 2. Düzdür? Belə bir qaydamız var ki, indi bunu deməli düz bucaqlı üç bucaqdan danışanda daha geniş danışacağım. 30 dərəcəli bucaq qarşısında katet A bölü 2 isə yadınızda saxlayın. 60 dərəcəli bucaq qarşısında katet onun kök altda 3 mislidir. Yəni kök altda 3 A bölü 2. Biz də elə onların tapılmasını nə formada demişdik? A kök 3 bölünsün 2. Bu da onun isbatı olmuş oldu. Gələk indi bərabər tərəfli üçbucaq üçün Viviani teoremlərinə. Bərabər tərəfli üçbucağımızı çəkirəm. Olsun A, B, C, tərəflər də A, A, A.
Bərabər tərəfli üçbucaq üçün necə olacaq? Üçbucağın daxilində bir dənə K nöqtəsi götürürəm. K nöqtəsi. Bu K nöqtəsindən tərəflərə perpendikulyarlar çəkirəm. Baxın, bu buranın perpendikulyarı olsun. Bu bunun perpendikulyarı olsun. Deməli, AB tərəfinin perpendikulyarı. Bu da qırmızı olsun AC tərəfinin perpendikulyarı. Bu hər birinə də adlandıraq da buna H1 deyə, buna H2 deyə, buna H3 deyə. Gördüyünüz kimi 3 dənə perpendikulyar çəkdim. Onda bərabər tərəfli üçbucağın daxilində götürülmüş K nöqtəsindən, buna bir K nöqtəsi demişəm, nöqtəsindən tərəflərə perpendikulyar çəkək. Həmin perpendikulyarların uşaqlar cəmi, baxın A1, H1 üstə, H2 üstə, H3 bərabər olacaq üçbucağın hər hansı hündürlüklərindən birinə. Zaten bu üçbucaq bərabər tərəfli olduğuna görə üç hündürlüyün üçü də bir-birinə bərabərdir. Bura bir BH desəm, onda olacaq BH-a bərabər olacaq. Yəni aydın məsələdir. Buradan da bir dənə hündürlük çəksəm, yenə o da BH-a bərabər olacaq. Bu da BH-a bərabər olacaq. Yəni 3 hündürlüyün üstə bir-birinə bərabərdir. H1 üstə H2 üstə H3, yəni o 3 dənə kiçik perpendikulyarın cəmi üçbucağın bir hündürlüyünə bərabər olacaq. Bu Vivian'in birincisi idi. Bu perpendikulyarlara görə idi. Bir də yenə bərabər tərəfli bir üçbucaq çəkirəm. A olsun, bu da A, B, C. Aysa. Yenə bunun daxilində bir K nöqtəsi götürürəm uşaqlar. K nöqtəsi. Həmin K nöqtəsindən bu səfər tərəflərə paralellər çəkirəm. Bax, bayaq perpendikulyarlar çəkmişdim. İndi paralellər. AC tərəfinin, baxın, bu tərəfin paraleli budur. Sonra indi hansını çəkək? AB tərəfinin, yəni baxın 2 dənə oxla göstərəm. Bu tərəfin paraleli budur. Bir də hansı qaldı? Onu da qara ilə göstərək. BC tərəfinin paraleli. Yəni bunu da 3 oxla göstərirəm. Bu da budur. Bu da onun paralelidir. Həmin o paralellərə mən birinə 1x desəm, birinə 1y desəm, birinə 1z desəm. Yadınızda saxlayın. X, y plus z bərabər olacaq 3 bucağın hər hansı bir tərəfinə. Tərəfə daha demişəm, ona görə A-ya bərabər olacaq. Bu da deməli paralellər K nöqtəsinə görə, daxildə götürülmüş K nöqtəsinə görə tərəflərə paralel çəkəndə Viviani teoremi. Bir də uşaqlar, çevrədə də danışacağıq bundan. Bərabər tərəfli üçbucaqda. Üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu. Baxın, bərabər tərəfli bir dənə üçbucaq çəkim. Birinci çevrəni çəkim, daha rahat olar da düşünürəm onda. Bu belə olsun. Bu belə olsun. Bu da belə olsun. Olsun ki A, B, C. Məndə yaxşı alınmadı. Bərabər tərəfli üçbucaqda. Bunlar çevrənin mərkəzidir. Bura çevrənin mərkəzi olsun. Burada radius olacaq. Bu da radius olacaq. Yendirəm, məndə şəkil yaxşı alınmadı. Bu da çevrənin radiusu olacaq. Burada R. Bax, xarici çəkilmiş çevrənin radiusu bərabər tərəfli üçbucaq üçün R bərabərdir. Deməli, A kök 3 bölünsün 3 düsturu ilə tapılacaq. Uşaqlar, daxilə çəkilmiş çevrənin radiusu isə bir də bərabər tərəfli yenə üçbucaq çəkirəm. Daxilə çəkilmiş çevrənin radiusu. Yəni, bura. Bu. Bir də bu. Bunlar hamısı radiusdur və perpendikulyar olacaq daxilə çəkilmişdə. Deməli, bura R-dir, bura R-dir, bura R. Kiçik R, yəni daxilə çəkilmiş çevrənin radiusu bərabər tərəfli üçbucaq üçün A kök 3 bölünsün 6 düsturu ilə tapılacaq. Belə uşaqlar, ümumi məlumatları sizə ötürdüm. İnşallah sizə də asan olacaq başa düşmək. Part 3'ü də çəkəcəm Allahın köməyi ilə. Siz sadəcə bəyəndinizsə bəyənməyi, kanala dəstək olmağı unutmayın. Özünüzə yaxşı baxın. Növbəti izahlarda görüşərik. Hələlik.